baxın, müştərilər də baxsın. Pasta sıxanla olan şeydir. Demək, bax, pastanı götürürük, Fivza. Keçirdirik, bax, burada bunun görürsən zazoru var. Bax, birəsinə keçirdirik. Hepsi. Sonra pastanı salırıq bura. Vəssalam. Gördünüzmü? Pasta azaldıqca bu açarı bururuq. Boş yığılır bunun içinə, buradan sıxılır. Vəssalam. Həm də ki, belə səliqəli durur. Bəli. 1 manat. Qiyməti sənin 1 manata Teymur Store mağazında. Pasta sıxan. Bəli. Hiç yok. Pasta. Hı, Bu ağcaqanad dərmanlarının yeni versiyasıdır. Sadəcə bunu belə ağzını açdım. Üstünə belə gümüş kağızı var. Qoparırsan, qoyursan ortalığa ya belə. Ağzına bağlayırsan. Bunun qoxusundan ağcaqanad evə girmir. Yəni insan hiss eləmir, amma ağcaqanadlar təsir edir, ağcaqanadı öldürür. Qiyməti 2 manatı Teymur Store mağazasında, ünvan da səhifədə 1-ci videoda. Sağ ol. Bəli, bəli. Demək dostlar, bax bu ayaqqabı yandı. Bunun üçün istədiyiniz mayını tökürsünüz. Yəni ayaqqabı üçün yudunuz mayını. Bax bunun içinə qoyursunuz, sonrasını vurdunuz. Buradan mayı çıxır, ayaqqabını qəşəng sürtürsünüz, qırağınızdan təmizləyirsiniz. Fərqi yoxdur. Paltarda da, kutkada da işə yarayır. Qiyməti səmi 1 manat, mağazin Teymur Store. Sağ ol. Bax, bu gördüyünüz məhsulun qiyməti 1 manatdır. Gördünüz mü, belə bir kaşlokdur. Deməli, burasında da cibləri var. Burasında da var. Burasında kart qabları var. Burasında da var belə cibləri var. Və belə üstü də belədir. Qiyməti 1 manat kifayət qədər də varımızdır. Məsələn, bu iki məhsulun köpüklənməyi test ediləcək. Biri yağ sökəndir. Bu da ki, təmizləyəndə elə demək olar ki, sizə eyni bir funksiya yeridir. Bax, şuna qoyaq. Açaq. Deməli. Tam içeri tozaları çevirəm. Eyni anlıq. Birim bura köşə birinə qoyalım. Biraz bu qıraqdan çək. Tamam. Bir bu tərəfdən çək ya. Çok yaxşı. Demək olar köpüklənmə ikisində də eynidir. Eyni bir şey ha. Yəni görünüşü də eynidir. Keyfiyyəti də eynidir. Keyfiyyətlərini də test eləmişəm dəfələrlə. Bunların yəni keyfiyyətində arxayın ola bilərsiniz, videolarımızda var. Köhnə videolarımızda. Bu məhsul Teymur Store mağazasında da ünvanımız Əhmədlidədir. Seyid Əzim Şirvani 1B. Bax, bu da bizim mağazin Teymur Store mağazası. Sırf ləkələrin bax çözülməsi üçün 2 dənə sprey varımızdır. Deməli bax bunu mətbəxdə ən çox istifadə edirlər. Qazan tava yumağa da yarayır. Hətta bundan xalça yuyan da var. Bax bunu isə avtomobildə ən çox istifadə edirlər. Krasovka ağartmaq üçün, təmizləmək üçün. Hər ikisi bu 5 manatdır, bu isə 3 manatdır Teymur Store mağazası. Arkadaşlar bax bunu çox məqsədlə istifadə edirlər. Bunun yaxşısı olur, pis olur. Bax bu ortadan bölünüb avtomobilə də vura bilərsiniz qapılarına. Örtəndə səs eləməsin, külək gəlməsin, bağajına da ya kapotuna da yapışdıra bilərsiniz. Sadəcə qopartıb yapışdırırsan. Bunu pəncərədə vururlar. Səsin, küləyin qarşısını alır. Teymur Store'da bax bunlar satışdadır. Metrə ilə satılır 70 qəpiyə. Ünvan Əhmədlidə Seyid Əzim Şirvani 1B-də. Yaxşısıdır bu. Deməli, bax belə bir qabdır. Bu tərəfinə şampun tökə bilərsiniz. Ya da maçalka qoya bilərsiniz. Sonra metal setka qoya bilərsiniz. Burada şampun tökə bilərsiniz. Bax üstündən belə basırsınız, şampun gəlir. Qiyməti 2 manat 50 qəpik Türkiyə istehsalıdır. Keyfiyyətli maldır. Ünvan da səhifədə 1-ci videoda. Deməli, bax, test eləyirəm. Ayaqqabı ağardandır. Bax. Biraz yaxına çək. Görürsünüz? Ayaqqabın da bax, belə tərtəmiz edəcək. Teymur Store'da satışda var. Keyfiyyətlisi də 2 manat 50 qəpik, sadəsi də var 1 manat 50 qəpiyə. Bax, bir yana sıraz elədim, baba. Buna bax. Tərtəmiz. Teymur Store'da satışda var. Havalar çox tutulub, yağış yağır, əməlcə çox adamın evi su basır. Hətta bax bizdən də oradan su gəlir. Bax görürsünüz, əməlcə yer su olub. Bunun qarşısını almaq üçün nə etmək var? Bax belə bir su kleyləri. Teymur Store'da 2 manatdan 3 manat 80 qəpiyə qədər var. Bu məhsul dostlar can qutarandır. Hər kəslə paylaşın ki, dostlar, bax bu yağışlı günlərdə heç kimin evini su basmasın. Sağ olun. Deməli, bax belə bir qabdır.
Bu tərəfinə şampun tökə bilərsiniz. Ya da maçalka qoya bilərsiniz. Sonra metal setka qoya bilərsiniz. Burada şampun tökə bilərsiniz. Üstündən belə basırsınız, şampun gəlir. Qiyməti 2 manat 50 qəpik Türkiyə istehsalıdır. Keyfiyyətli maldır. Ünvanı səhifədə birinci videoda. Metro Xalqlar Dostluğu ekskavatoru tərəfindən çıxıb Babək körpüsü istiqamətinə yalnız düzünə gedirik. Zapravkanı keçəndən sonra Sərhədçi İdman kompleksinin yanından qabaqdan sola dönürük 4 yoldan yana. Mağazamıza 36 70 81 40 nömrəli avtobus gəlir və bu da bizim mağazin.